Ermənistanda kilsəyə qarşı təzyiqlər güclənir. Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları bu dəfə birbaşa Erməni kilsəsinin rəhbəri 2. Qareginin iqamətgahına daxil olublar. Din xadimləri ilə təhlükəsizlik qüvvələri arasında qarşı durma yaşanıb. Analitiklərin proqnozuna görə gələn ilki parlament seçkilərinədək Ermənistanda ictimai-siyasi gərginlik daha da dərinləşəcək. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlıları Erməni kilsəsi rəhbəri 2. Qareginin iqamətgahının ərazisinə daxil olublar. Bu zaman din xadimləri ilə təhlükəsizlik qüvvələri arasında dava düşüb. Məqsəd Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikayıl Ajapahyanın saxlanılması olub. Lakin Ermənistan hüquq mühafizə orqanları Ajapahyanı saxlaya bilmədikdən sonra 3 kilsədəki monastırı tərk ediblər. Ümumiyyətlə, Ermənistanda kilsənin uzun illər formalaşan ənənəsi var. Erməni kilsəsi ölkədəki siyasi proseslərdə yaxından iştirak edir. Hətta Ermənistan Konstitusiyasının 18-ci maddəsində Erməni Apostol Kilsəsinin milli kilsə kimi erməni xalqın mənəvi həyatında, milli mədəniyyətinin inkişafında və milli kimliyinin qorunub saxlanılmasında müstəsna missiyasının tanınması ilə bağlı xüsusi qeyd var. Ekspertlər bildirir ki, son zamanlar Paşinyan hakimiyyətinin erməni keşişlərinə qarşı əməliyyatı kilsənin toxunulmazlığı ilə bağlı stereotipi dağıdıb. Paşinyan bu kilsənin təsirini faktiki olaraq qırdı. Onların faktiki olaraq o cəmiyyətə, ictimaiyyətə öz təsirini göstərmək imkanları məhdudlaşdırdı. Çünki faktiki olaraq o başa düşür ki, həmin bu tərkibdə kilsə ona qarşı çıxış edir və onu devirmək fikrindədir. Siyasi şərhçilər hesab edir ki, gələn il keçiriləcək parlament seçkilərinədək Ermənistanda ictimai-siyasi gərginlik səngiməyəcək. Bunun da əsasında Paşinyan hakimiyyətini zəiflətmək üçün müxalifətin fəallığı dayanır. Prosesdə keşişlərlə yanaşı baş naziri istəməyən Rusiya da iştirak edir. Lakin Paşinyan hökuməti iqtidarda qalmağa çalışacaq. Vaxt keçdikcə parlament seçkiləri günü yaxınlaşdıqca həbslərin miqyası da genişlənə bilər. Çünki bu Paşinyan Rusiyadakı müəyyən dairələrdən də şübhəlidir ki, həmin dairələr kilsənin və hansısa iş adamlarının əli ilə onu devirmək istəyir, devirə bilərlər. Hətta mümkündür ki, seçki günü çevrilişə cəhd olsun, təxribat olsun, toqquşmalar qeydə alınsın. Digər tərəfdən də Ermənistan hökuməti parlament seçkiləri ilə yanaşı konstitusiya referendumu keçirmək niyyətindədir. Bir qrup analitik hesab edir ki, Paşinyan referendumla Ermənistan konstitusiyasında kilsə ilə bağlı xüsusi qeydin 18-ci maddənin çıxarılmasına çalışacaq. Bununla da keşişlərin Ermənistanın həm daxili, həm də xarici siyasətindəki roluna son qoyula bilər.